Salam dəyərli yoldaşlar, xoş gördük hər birinizi. Mən Fariz müəllim Maxmuzadə. Bu gün sizlərlə cümlə, eyni zamanda cümlənin məqsəd və intonasiya növlərindən danışacağam. Gəlin vaxt itirmədən keçək dərsimizə, izahımıza. Yoldaşlar, cümlə nədir? Bitmiş bir fikri ifadə edən bir və ya bir neçə söz birləşməsinə deyəcək cümlə. Tərifdən də göründüyü kimi cümlə bitmiş bir fikir ifadə etməlidir. Yəni cümlədə bir fikir bitkinliyi, intonasiya bitkinliyi olmalıdır. Eyni zamanda deyirik ki, bir və ya bir neçə sözün birləşməsindən əmələ gəlir. Yəni belə çıxır ki, cümlə bir sözdən də ibarət ola bilər. Məsələn, deyirəm tezdir. Cümlədə bir sözdən ibarətdir. Və yaxud da yazıram ki, axşam idi. Bu da cümlədə bir sözdən ibarətdir. Yalnız xəbərdən ibarətdir. Yəni belə çıxır ki, cümləmiz bir sözdən də ibarət ola bilər. Yoldaşlar, cümlə qurursa iki yerə bölünəcək. Deməli, sadə və mürəkkəb. Yalnız bir qrammatik əsası olanda varsa, qrammatik əsası ilə mübtəda xəbər nəzərdə tutulur. Mübtəda xəbər birlikdə bir qrammatik əsasdır. Yalnız bir qrammatik əsası olarsa bu sadə cümlə sayılır. 2 və daha artıq qrammatik əsası varsa, yəni 2 və daha çox mübtəda xəbər varsa bu mürəkkəb cümlə sayılır. Məsələn, yazıram ki, bugün martın 4-üdür. Burada martın 4-üdür. Nə zaman? Bugün. Görürsünüz, bir dənə cümlə var burada. Ona görə bu sadə cümlə sayılır. Amma yazsam ki, Günəş çıxdı, aləm nura boyandı. Bu mürəkkəb cümlədir, çünki nə etdi? Boyandı, nə aləm, nə etdi? Çıxdı, nə günəş. 2 cümlə var, 2 qrammatik əsas var. Deməli, bu mürəkkəb cümlə sayılmış olacaq. Yoldaşlar, cümlə ilə bağlı bir anlayış da var. Müxtəsər cümlə, müxtəsər və geniş cümlə. Bunlar nədir bilməlisiniz? Baxın, yalnız baş üz və yaxud da ki, üzvlər varsa müxtəsər olur. Deməli, ikinci dərəcəli üzv varsa, baş üzvlə yanaşı, heç olmasa bir dənə də olsun ikinci dərəcəli üzv varsa, ikinci dərəcəli üzv varsa, baş üzvlə yanaşı, heç olmasa bir dənə də ikinci dərəcəli üzv varsa, bu olacaq geniş cümlə. Məsələn, yazıram ki, Əli gəldi. Nə etdi? Gəldi. Kim? Əli. Görürsünüz, bir mübtəda var, bir xəbər, ikinci dərəcəli üzv yoxdur. Deməli, bu müxtəsərdir. Müxtəsər sözün mənası qısa deməkdir. Bir də yazıram ki, Əli indi gəldi. Burada artıq nə etdi? Gəldi. Kim? Əli. Nə zaman indi? Burada bir dənə də əlavə ikinci dərəcəli zərfli ifadəyə. Bu olacaq artıq geniş cümlə. Bu da oldu müxtəsər və geniş cümlə. Bu belə yoldaşlar. İndi biz cümləni müxtəlif məqsəd üçün istifadə edirik. Müxtəlif məqsədə görə cümlələrimizi işlədirik. Həmin bu məqsədə və intonasiyaya görə cümlənin 4 dənə növ yaranacaq. Cümlənin birinci növü nəqli cümlədir. Cümlənin ikinci növü əmr cümləsidir. Üçüncü növü nida cümləsidir. Dördüncü növ isə sual cümləsidir. İndi bunlar haqqında bir sizə məlumat verəcəm. Nəqli cümlə nədir? Nəqli cümlə hansı məqsədlə istifadə olunur? Baxın, nəqli cümlə gündəlik danışıqda ən çox istifadə etdiyimiz cümlədir. Nəqli cümlə gündəlik danışıqda ən çox istifadə edilən cümlədir. Nəqli cümlənin sonunda durğu işarəsi olaraq nöqtə qoyulacaq. Yadınıza saxlayın. Nəqli cümlə həm ismi xəbərli ola bilər, həm də nəqli cümlə feili xəbərli ola bilər. Və yadda saxlayın, nəqli cümlənin xəbəri bütün şəxslərdə ola bilər. Bütün
şəxslər. Bu belə. Nəqli cümlənin xəbəri yalnız feilin əmr şəklində olmaz, ola bilməz. Əmr şəklindən başqa bütün deməli şəkillərdə ola bilər. Yadda saxlayacaqsınız ki, baxın, xüsusi olaraq yazıram ki, gəlin bunu qırmızı ilə yazaq. Xüsusi olaraq yazacağam ki, əmr şəkli, deməli, bunu da pozaq. Əmr şəkli olmaz. Deməli, nəqli cümlənin xəbəri əmr şəklində olmaz, ondan başqa bütün şəkillərdə ola bilər. Məsələn, yazıram ki, sən, hərdən yazaq, yəni nümunələri buradan yazaq. Yazıram ki, sən dərs oxumalısan. Nöqtəni qoydum sonra. Gəl baxırsan xəbərə. Birinci ümumiyyətlə cümlənin növünü tapanda sondakı duruq işarəsinə bax. Bax, bəlkə bunun sonunda nida qoyulub. Nida qoyubsa nida cümləsidir. Bəlkə sual qoyulub. Sual qoyubsa sual cümləsidir. Yox, sual nida qoyulmayıbsa, nöqtə qoyulubsa, o zaman dəqiq bax gör hansı cümlə növündədir. Gəl xəbərə bax. Oxumalısan. Oxu sözün kökü, malı vacib şəkilçisi, sanda şəxs şəkilçisi. Vacib şəkli var. Əmr şəklində deyil ki, buraya yazmışam, əmr şəklində olmaz. Əmr şəklində deyilsə, deməli, sonda nöqtə qoysa, bu 100% nəqli cümlədir. Aydındır? Və yaxud da yazıram ki, ümumiyyətlə belə bir şey deyim sizə, sonunda nöqtə qoyulan cümlə əgər ismi xəbərlidirsə, çünki o 100% nəqli cümlədir. Yaxşı? Gəlin elə həmən bax burada, əmr şəklindən sizə danışım, əmr cümləsindən sizə danışım. O zaman siz nəqlini daha yaxşı başa düşəcəksiniz. Gəlin burada keçim əmr cümləsindən danışım. Baxın yoldaşlar, bir qayda olaraq, bir mənalı olaraq deməli, əgər cümlədə olan feil, yəni xəbər əmr şəklindədirsə, deməli o cümlə əmr cümləsidir. Yaxşı? Təkrar edirəm. Cümlədə olan feil, yəni cümlənin xəbəri əmr şəklindədirsə və sonda nöqtə qoyulubsa, bu əmr cümləsi olmuş olur. Bu zaman baxın, biz əmr cümləsini oxuyanda deməli dərsi dayandırıb, təkrara qayıdıb feilin əmr şəklini 100% təkrarlamalıyıq. Məsləhət görən feilin əmr şəklini təkrarlayın, sonra gəlin əmr cümlələrinə baxın. Çünki siz bilməlisiniz ki, hansı feil əmr şəklindədir. Bu əmr şəklinin qarşısına yazıram şəxs sonluqları. Şəxs şəkilçiləri. Birisi axı feilin şəxs şəkilçilərini qəbul edən feil əmr şəklində sayılır. Məsələn, yazıram ki, mən dərsə gedim. Sonra nöqtə qoymuşam, düzdür? Təbii ki, bayaq dediyim qayda buna da aiddir. Nida qoysanız, sual qoysanız, nəqli cümlənin söhbət getməyəcək. Nida varsa nidadır, sual varsa sualdır. Və yaxud da nida sual varsa heç əmr cümləsində söhbət getməyəcək. Çünki, yenə deyirəm, əmr cümləsinin sonunda nöqtə qoyulur axı. Burada sual nida varsa əmr ola bilməz. Neynə? Nöqtə qoyulubsa, gəl bax xəbərə. Mən gedim, get sözün kökü, burada şəxs sonluğudur. Bu feil əmr şəklindədir. Sonunda nöqtə qoyulub, yəni bu əmr cümləsidir. Aydındır? Amma məsələn, yazsam ki, mən şagirdəm. Nöqtəni qoymuşam, düzdür? Bax, gəlib baxırsan ki, bunun xəbəri şagird ismi ilə ifadə olunub. Və biraz məntiqi düşünmək lazımdır. Əmr şəkli hansı hissəsinə aiddir? Feilə. Əmr cümləsinin xəbəri hansı şəkildə olur? Əmr şəklində. Yaxşı, onda əmr cümləsi necə ismi xəbər ola bilər? Axı, əmr cümləsinin xəbəri əmr şəklində olmalıdır. Əmr şəkli yalnız feilə aiddir axı. Aydındır. Bu şagirdən feil olmadığı üçün və sonda nöqtə qoyulduğu üçün bu 100% artıq nəqli cümlə sayılmış olacaq. Və buradan belə bir şey deyim sizə. Cümlənin növünü taparkən məzmuna baxma. Niyə məzmuna baxma? Məsələn, yazıram ki, sən dərs oxumalısan. Sən dərs oxumalısan. Sən əgər bu cümlənin məzmununa baxsan, burada bir əmr məzmunu var. Amma biz məzmuna görə iş görmürük, cümləni təhlil etməliyik.
oxu sözün kökü malı burada lazım şəklidir. Bu lazım şəkildə düzdür, əmr şəkli deyil ki. Sonda nöqtə qoyulub əmr şəkli deyil, deməli hansı şəkildir? Bu artıq, daha doğrusu hansı cümlədir? Bu deməli nəqli cümlədir. Axı feil əmr şəklində deyil ki, əmr cümləsi olsun. Və əmr cümləsi haqqında bir şey deyim sizə. Əmr cümləsi yalnız əmr bildirir fikri yanlışdır. Əmr cümləsi əmrlə yanaşı xahiş, nəsihət, məsləhət də bildirə bilər. Aydındır? Bu belə. İndi yoldaşlar, belə bir fərqli bir başqa məlumat deyəcəm sizə. Yadınıza saxlayın. Yadınıza saxlayın. İki cümləni bir-birinə çevirmək olmur. O cümlələrdən biri əmr cümləsidir. Bir də nəqli cümlədir. Yəni əmr cümləsi nəqli cümləyə, eyni zamanda nəqli cümləndə əmr cümləsini çevirmək olmur. Niyə çevirmək olmur? Əmr cümləsi olması üçün xəbər hökmən əmr şəklində olmalıdır. Nəqli cümlə olması üçün hökmən əmr şəklində olmamalıdır. Ona görə əmr cümləsini nəqli cümləyə, nəqli cümləni əmr cümləsini çevirə bilmərik. Məsələn, baxın, yazıram ki, mən gedim. Nöqtə qoymuşuq, düzdür? Get sözün kökü im şəxs sonluğudur. Bu əmr cümləsidir. Sən bunu rahat sual cümləsinə çevirə bilərsən. Necə? Nöqtəni sualla əvəzlə. Mən gedim. Sualla əvəzləşsən artıq sonda sual var deyə bunun feilin hansı şəkildə olmasının önəmi yoxdur. Suala işarəsi axı yalnız sual cümləsinin sonunda qoyulur. O zaman buna sual deməyəcəksən, əmr deməyəcəksən, nə deyəcəksən? Deyəcəksən bu sual cümləsidir. Yaxşı. Buradan bu sualı poz, mən gedim. Bir də nida qoy. Onda nə cümləsidir? Bilirsən axı nida işarəsi yalnız nida cümləsinin sonunda qoyulur. Nida var deyə artıq buna sən deyəcəksən nida cümləsi, düzdür? Nida. Gördün, əmr cümləsinin durğu işarəsini dəyişməklə bir dəfə nidaya çevirdik, bir dəfə də suala çevirdik. Sual. Yaxşı, bunu bəs nəqliyə necə çevirə bilərik? Pozursan bunların hamısını, baxırsan ki, bunu nəqliyə çevirə bilmərəm. Çünki hər ikisinin durğu işarəsi nöqtədir. Yəni nöqtəni dəyişməklə o demək deyil ki, xəbərdən əmrə keçəcək və yaxud da ki, əmrdən nəqli cümləyə keçəcək deyə bilməyəcəksən. Sən bunu nəqli cümləyə çevirmək üçün gərək bunun xəbərini çıxarasan, yerinə başqa bir xəbər qoyasan. Əmr şəklində olmayan bir xəbər qoyasan. Ona görə deyirəm ki, bu formada olan nəqli cümlə, üzr istəyirəm, əmr cümləsi nəqli cümləyə keçə bilməz. Eyni zamanda bax bu cümlənin əvəzinə gələn bir dənə nəqli cümlə yazaq. Məsələn, yazıram ki, mən özüm sadə cümlələr seçirəm. Səhər gedəcəm. Nöqtə. Baxırsan ki, get sözün kökü əcə. Gedəcəm. Gedəcəm. Düzdür? Aha. Baxırsan ki, bu cümlə nədir? Bu cümlə feilin xəbər şəklində olduğu üçün, sonda nöqtə qoyulduğu üçün, əmr şəkli olmadığı üçün nəqli cümlə, düzdür? İndi mən səhər gedəcəm cümləsində sən nida qoysan, olacaq nida cümləsi. Nidanı pozub sual qoysan, olacaq sual cümləsi. Görsən, nəqli cümləni sualla nidaya çevirə bildin. Yaxşı, bu nəqli cümləni əmr cümləsinə çevir desəm, çevirə biləcəksən? Yox, çevirə bilməyəcəksən. Çünki bunu əmr cümləsinə çevirmək üçün gərək bunun xəbərini çıxardaq, yerində əmr şəkli olan başqa bir feil artıraq. Ona görə deməli, əmr cümləsi nəqli cümləyə, nəqli cümlə əmr cümləsinə çevrilə bilmir. Yadda saxlayın, əmr cümləsi yalnız feili xəbərli, əmr cümləsinin xəbəri yalnız feilin əmr şəklində ifadə olunur. Əmr cümləsi yalnız əmr bildirir fikri yanlışdır. Xahiş, nəsihət, məsləhət məzmununda bildirə bilər. Gərək nida cümləsində. Nida cümləsi bizim yüksək hiss və həyəcanımızı bildirmək üçün istifadə olunur. Sonda nida işarəsindən istifadə olunur. Ümumiyyətlə, bax, nida cümləsi başqa bir şeydir. Nida işarəsi başqa bir şeydir. Yaxşı. Bir də köməkçi nitq hissəsi nida ayrı şeydir. Köməkçi nitq hissəsi nida ayrı şeydir. Nida deyəndə nida cümləsi nəzərdə tutulacaq ilk əvvəl. Nida cümləsi yüksək hiss və həyəcanımızı bildirmək üçün ifadə olunur. Nida cümləsinin sonunda bir qayda olaraq durğu işarəsi kimi nida işarəsindən istifadə olunacaq. Amma bütün nida cümlələri nidaların köməyi ilə formalaşır, yoxsa yox. Bax, deyirəm ki, bütün nida cümlələri nidaların köməyi ilə formalaşır və yaxud da ki, formalaşmır. Burada nidalar deyəndə, nidalar, bilirsiniz, hansı nidalar nəzərdə tuturuq? Köməkçi nitq hissəsini, yaxşı.
köməkçi nitq hissəsi. Bəzən deyirəm ki, bütün nidalar, nida cümlələri nidanın köməyi ilə yaranır. Siz də fikirləşirsiniz ki, hə də bütün nida cümləsinin sonunda nida işarəsi qoyuruq. Onda bütün nida cümlələri nidanın köməyi ilə yaranır. Müəllimlər, bütün nida cümlələri nidaların köməyi ilə yaranır deyəndə durğu işarəsi olan nidanı yox, köməkçi nitq hissəsi olan nidanı düşünəcəksən. Və bilirsən ki, bütün nida cümlələri köməkçi nitq hissəsi olan nidanın köməyi ilə yaranır fikri yanlışdır. Məsələn, deyirəm ki, torpaqlar azad olundu. Hiss həyəcanla dediyim bir cümlədir. Sonda nida işarəsi qoyuram. Bu cümlə sayılır nida cümləsi. Yaxşı. Bu nida cümləsi nidanın köməyi ilə yaranıb, yoxsa yox? Cavab baxsan ki, torpaq isimdir, azad olunmaq feildir. Bura köməkçi nitq hissəsi olan nida yoxdur, düzdür? Demək bu nidanın köməyi ilə yaranmayıb. Bir dəfə də bunun əvvəlinə urra yazsan, urra, torpaqlar azad olundu. Hə, bu nida cümləsi artıq görürsünüz nidanın köməyi ilə yaranmış oldu. Ona görə belə çıxır ki, nida cümləsi nidanın köməyi ilə də yarana bilər, nidanın köməyi olmadan da yarana bilər. Nida cümləsi sonra dediyim kimi bilməyən olaraq nida işarəsi qoyulur. Nida cümləsi feili xəbərli ola bilər, ismi xəbərli ola bilər, xəbəri bütün şəxslərdə, bütün şəkillərdə ola bilər. Bunun heç bir problemi yoxdur. İndi buranı keçirik sual cümləsinə. Baxın yoldaşlar. Gəlin buraları biraz pozaq. Aha. Sual cümləsi müxtəlif məqsədlər daşıyacaq. Aha. Deməli. Sual cümləsi müxtəlif məqsədlər daşıyacaq. Bax, sual cümləsinin daşıdığı məqsədlərdən biri ya biz bilmədiyimiz hansısa məlumatı öyrənmək üçün sual cümləsindən istifadə edirik, yəni sual veririk. Ya da ki, bildiyimiz bir məlumatı dəqiqləşdirmək üçün, netləşdirmək üçün sual veririk, düzdür? Ona görə sual cümlələri bu məqsədlə istifadə olunacaq. Yaxşı. Başqa nə deyəcəyik sual cümləsi haqqında? Deməli, sual cümləsi təkrarlayırıq. Ya yeni bir məlumat əldə etmək üçün, ya da bildiyim məlumatı dəqiqləşdirmək üçün istifadə olunur. Sual cümləsi 3 yolla yaranır. 1. Yalnız intonasiyanın köməyi ilə, yalnız intonasiya. İntonasiya. 2. Onu isə deyim ki, bütün sual cümləsində sual intonasiyası var. Yaxşı. Mən bir hamısının sual intonasiyası yazmıram. Amma məsələn, indi yazacağım sual ədatı, baxın. Sual ədatı. Amma əslində bu sual intonasiyası və sual ədatıdır. Sonra yazacağım sual əvəzliyi. Sual əvəzliyi. Bu da əslində sual intonasiyası və sual əvəzliyidir. Yəni, dolay yolla bütün sual cümlələrində, bu niyə çıxır öz-özünə? Dolay yolla bütün sual cümlələrində, dolay yolla bütün sual cümlələrində sual intonasiyası olur. Sadəcə eləsi var ki, yalnız sual intonasiyası, eləsi var ki, sual ədatı və sual intonasiyası, sual əvəzi və sual intonasiyası. Məsələn, gəlin ilk olaraq sual intonasiyasına yaranan bir dənə nümunə yazaq. Baxın, məsələn, deyirəm ki, gəlirsən. Görürsən, burada sadəcə intonasiyana yaranmış bir sual cümləsi, düzdür? Özə bir sözlə bura sual cümləsidir. Yaxşı, sual ədatı nədir? Bura sən bu zaman sual ədatlarını əzbər bilməlisən. Sual ədatları hansılardır? Sual ədatları bəs, məgər, yəni, bir də ki, bunlar sual ədatlardır. Bunlar varsa artıq sual ədatına yaranmış sual cümləsi olur. Məsələn, deyirəm ki, bəs sən bunu bilmirsən və yaxud da yazıram ki, gəlmirsənmi? Elə yazaq, aydın oxusun bir dəqiqə. Deməli. Aha, yazıram. Gəlirsənmi? Görürsünüz, gəlirsənmi? Bu sonda m sual ədatıdır. Deməli, bu da sual ədatından köməklə yaranmış sual cümləsidir. Yaxşı. Sual əvəzləri hansılardır? Sual əvəzləri bilirsiniz ki, bütün əsas nitq hissələrinin sualları sual əvəzidir. Və bütün əsas nitq hissələrinin sualları varsa dediyimiz kimi sual əvəzidir və bu cümlədə sual əvəzi də həmin bu deməli sual əvəzi ilə yaranmış sual cümləsi də cümləmiz nə pis bir-birinə dolaşdı. Nəysə. Sual əvəzliyi varsa, deməli sual əvəzini yaranmış sual cümləsidir. Məsələn, deyirəm ki, saat neçədir?
Görürsüz, bu neçə sual əvəzi idi. Bu cümlə həmin sual əvəzinin köməyinə yaranıb. Deyirəm ki, niyə danışmırsan? Burada niyə sual əvəzidir? Bu da sual əvəzinin köməyinə yaranmış sual cümləsidir. Yoldaşlar, bax belə bir şey deyim sizə. Sual ədatına yaranan sual cümləsinə təsdiq inkar ədatından cavab verə bilərsiniz. Yəni bəli, hə, belə bir şeylər deyib cavab verə bilərsiniz. Məsələn deyirəm ki, buraya yazmışdım. Nəyə yazmışdım? Yazmışdım, gəlmirsənmi? Həmin cümlə sual ədatına yaranıb. Siz orada deyə bilərsiniz də hə, yox. Amma bir şey var. Sual əvəzində yaranmış sual cümləsinə sən hökmən cavab verməlisən. Yəni ora hə yox deyə bilmərsən. Məsələn deyirəm ki, niyə danışmırsan? Hə yox deyə bilmərsən. Saat neçədir? Hə yox deyə bilmərsən. Konkret olaraq cavab verməlisən. Saat neçədir deməlisən, 3-dür, 5-dir və s. Niyə danışmırsan? Səbəb deməlisən. Deməli belə çıxır ki, sual əvəzində yaranan sual cümləyə əvəzliyin istədiyi cavabı verməlisən. Görürsən, niyənin cavabını verməlisən, neçənin cavabını verməlisən. Amma sual ədatına yaranıbsa, artıq sən onu təsdiq inkar ədatı, yəni bəli, hə, xeyr, yox, belə bir şeylər deyib cavab verə bilərsən. Yoldaşlar, cavab almamaq məqsədindən istifadə olunan sual cümlələri var. Bunlar deyirik bədii sual və yaxud da ki, ritorik sual. Elə bil ki, sual cümləsinin cavabı sanki o sualın içindədir. Məsələn deyirəm, ayrılarmı könül candan. Bu sual cümləsidir, düzdür? Ayrılarmı könül candan sual cümləsidir, amma bədii sualdır. Çünki mən bunu cavab almaq məqsədindən istifadə eləməmişəm. Yazaq. Ayrılarmı könül candan. Görürsən, sual cümləsidir. Sual ayrılarmı, sual ədatının köməyinə yaranmış sual cümləsidir. Amma bu cavab almaq məqsədindən istifadə olunmayıb. Ritorik sual və bədii sual adlanır. Ritorik sual, bədii sual eyni şeydir. Yaxşı. Ayrılarmı könül candan o deməkdir ki, könül candan ayrılmaz. Yaxşı. Məsələn deyirəm, məni candan usandırdı. Cəfadan yar usanmazmı? Bu cavab almaq məqsədindən verilməyən bir sualdır. Məni candan usandırdı. Cəfadan yar usanmazmı? O deməkdir ki, yəni elə usanmaz. Yaxşı, sanki sualın cavabı onun daxilindədir, içindədir. Təkrar edirəm, belə suallara bədii sual və yaxud da ki, ritorik sual deyirik. Amma hansı sual cümləsi ki, cavab almaq məqsədindən istifadə olunur? Onlara bədii yox, qrammatik sual deyirik. Yaxşı, gəlirsən sual artıq qrammatik sual, çünki cavab tələb edir. Yoldaşlar, elə ola bilər ki, bir cümlənin daxilində həm intonasiya ola, ki, onsuz da sual cümləsi isə intonasiya olur. Sual ədatı və sual əvəzi ola. Bu hər üçünün birləşməsində yaranan sual cümləsi deyəcəyik kompleks sual cümləsi. Kompleks sual cümləsi. Məsələn deyirəm ki, bəs sən niyə yoxsan? Sual intonasiyası onsuz da var. Bəs burada ədatdır, niyə burada əvəzlikdir? Düzdür. Bu cümlə həm ədat, həm də əvəzliyin köməyinə yaranıb, daha doğrusu kompleks sual cümləsi olmuş olacaq. Bu da oldu bizim sual cümləmiz. Bu qədər dəyərli yoldaşlar. Sağ olun, sağlıqla qalın.